Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin emma ba'd. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. İndi isə Allahın izni ilə növbəti surəmiz Tin surəsi. Yəni əncir ağacı. Surətut Tin. Tin surəsi. Məkkə surələrindəndir. Və bu da 8 ayəlik qısa bir surədir. Allah Azza və Cəllə Tin surəsinin 1-ci ayəsində buyurur: "Vət-tini vəz-zeytun." And olsun əncirə və zeytuna. Baxın, Allah Azza və Cəllə bu mübarək iki ağaca and içir. Və biz daha öncələr də demişdik, Allah Azza və Cəllə məxluqatından istədiyini and içə bilər və bu Allah Azza və Cəllənin həmən o məxluqu əzəmətləşdirməsindən, Allah qatında onun dəyərinin uca olmasından və insanlara onun faydasının əzəmətli olmasına görədir. Allah Azza və Cəllə istədiyinə and içər. Amma biz məxluqlar ancaq Allaha and içə bilərik. Allahdan başqasına and içə bilmərik. Və bu iki ağaca gəldikdə, həqiqətən onların həm ağaclarının özləri, həm də meyvələrinin, barlarının əzəmətli faydaları var. Və eyni zamanda bu iki ağac Şam bölgəsində daha çoxluq təşkil edir. Baxın, Allah Azza və Cəllə Quran-ı Kərimdə bir çox yerlərdə zeytundan bəhs edir. Zeytunun adını çəkir, zeytun ağacının. Amma əncir ağacının adını sadəcə bu surədə çəkir. Və zeytunla bərabər çəkir. Və alimlər buyururlar ki, və bu zeytunla əncir Şam bölgəsində yetişən ağaclardır. Və bu da İsa aleyhisselamın, İsa ibn Məryəm sallallahu aleyhi və səlləmin yaşadığı, ona peyğəmbərliyin verildiyi yerdir. Və Allah Azza və Cəllə burada zeytuna və əncirə and içir. Sonra ikinci ayədə Allah Azza və Cəllə buyurur ki, وَتُورِ سِينِينَ And olsun Sina dağına. Baxın, əncirə və zeytuna bu İsa aleyhisselamın yaşadığı bölgədə olan ağaçlardır. Və sonra وَتُورِ سِينِينَ Sina dağına and olsun deyir. Və bu da Musa aleyhisselamın yaşadığı yerdir. Ona orada peyğəmbərlik verilmişdi. Və sonra 3-cü ayədə Allah Azza və Cəllə buyurur: وَهَذَا الْبَلَدِ الْأَمِينَ And olsun bu əmin aman şəhərə, yəni Məkkəyə. Bu da Muhammed sallallahu aleyhi və səlləmin peyğəmbərlik verildiyi yerdir. Peyğəmbər sallallahu aleyhi və səlləm yaşadığı yerdir. Baxın, 3 ayə ard-arda gəlir. Allah Azza və Cəllə and içir. Biri İsa aleyhisselamın yaşadığı yerdir. Yerdə bitən həmən ağaclardır. Digəri Musa aleyhisselamın peyğəmbərlik verildiyi bölgədir. Dağa and içir. 3-cü şəhərə and içir. O da Muhammed sallallahu aleyhi ve sellemə peyğəmbərlik verilən yerlərdir. Və Allah Azza və Cəllə öz peyğəmbərlərini bu bölgələrdən seçmiş və onları peyğəmbərlərin də ən üstünlərindən etmişdir. Ən şərəflilərindən, ən hörmətlilərindən, ən fəzilətlərindən. And içir bu 3 andı. Sonra ardınca nə üçün and içir onu bəyan edir 4-cü ayədə. Və buyurur ki, لَقَدْ خَلَقْنَا الْاِنْسَانَ فِي اَحْسَنِ تَقْوِيمٍ Biz insanı en güzel biçimde yarattık. Subhanallahülazim. Yani burada insana en güzel biçimde yarattık dedikdə hem insanın forma cəhətdən, yaradılış cəhətdən, hem onun fitrəti, hem onun yaradılışının kamilliyi, əzalarının bir-birinə münasib olması və onun fitrətinin salamat olması. Burada bunların hamısı nəzərdə tutulur. Yəni Allah Azza və Cəllə həm insanı mənəvi cəhətdən, həm onun zahiri görünüşü cəhətdən Allah Azza və Cəllə insanı gözəl biçimdə yaratmışdır. Sonra 5-ci ayədə Allah Azza və Cəllə buyurur: ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ Sonra isə onu qatların ən aşağısına qaytararıq. Yəni cəhənnəmin ən alt mərtəbəsinə. Yəni bilirsiniz,
Cənnətdə mərtəbələr dərəcə-dərəcədir. Yəni biri digərinin üstündə. Amma cəhənnəmdə isə dərəkə-dərəkədir. Bu da yəni biri digərinin altında. Altda olan üstdəkindən daha şiddətlidir, daha pis yerdir cəhənnəmdə. Və yəni burada da Allah Azze və Celle buyurur ki, insanı ən gözəl biçimdə yaratdığımıza baxmayaraq, ona ən gözəl forma, şəkil verdiyimizə baxmayaraq, onu ən gözəl istiqamətə yönəltdiyimizə baxmayaraq, sonra onlardan eləsi olacaq ki, biz onları ən aşağı dərəcəyə salacaq. Və bu da yenə də insanın öz günahlarına görədir. İnsan Rəbbindən üz döndürərək oyun, əyləncə, lağlağa, günah, azğınlıq, şirk və s. bu cür aşağı dərəcəli, yaramaz işlərlə məşğul olduğuna görə onun cəzası da aşağılıq olacaqdır. Kim ki, bax, o cür şirk kimi, günahlar kimi, Allaha asiliklər kimi və rəzil əməllər kimi aşağı işlərlə məşğul olacaqsa, onun cəzası da əməlinə uyğun olacaq. Və Allah Azze və Celle onu o məşğul olduğu işlərə uyğun bir şəkildə cəhənnəmdə də ən aşağı dərəcələrə qədər endirəcək. Halbuki Allah Azze və Celle insanı ən hörmətli, ən gözəl bir şəkildə yaradıb. Onu üstün edib, onu üstün mərtəbələrə yönəldib. Ona digər məxluqata vermədiyi şuuru verib. Digər heyvanlara və s. vermədiyi şuuru verib, onlardan üstün edib. Amma insan elə hərəkətlər edir, elə əməllər edir, öz Rəbbinə qarşı o qədər asiliklər edir ki, hətta o heyvanlardan belə aşağı dərəcəyə düşür. Öz əməli ilə. Sonra Allah Azze və Celle hər kəsin belə olmadığını bildirir. İstisnanı bildirir. 6-cı ayədə buyurur ki, İllellezine amenu ve amilussalihati felehum ecrun gayru memnun. Yalnız iman gətirib salih əməllər edənlər müstəsnadır. Onlar üçün tükənməz mükafat vardır. Yəni, həmən o aşağılıq, həmən o cəza məhz o aşağılıq əməllər edənlər üçündür. Amma iman gətirənlər, salih əməllər edənlər üçün Allah Azze və Celle'nin tükənməz mükafatları var. Allah Azze və Celle onları yaradılış baxımından gözəl biçimdə yaratdığı kimi, onlara gözəl istiqamətlər verdiyi kimi, gözəl fitrət üzrə yaratdığı kimi, onların o gözəl əməllərinin, imanlarının, salih əməllərinin qarşılığını da bax, o cür gözəl bir şəkildə qarşılığını verəcək. Onlar da kimlərdir? İman və salih əməl sahibləri. Onların mükafatı tükənməz olacaq. Əbədi cənnətlər olacaq. Allah bizləri də onlardan etsin. Sonra 7-ci ayədə Allah Azze və Celle buyurur ki, فَمَا يُكَذِّبُكَ بَعْضُ بِالدِّينِ Ey insan, bundan sonra səni dini, haqq, hesab gününü yalan saymağa məcbur edən nədir? Yəni Allah Azze və Celle bax səni ən gözəl bir şəkildə yaradıb, səni üstün edib, sənin fitrətini gözəlləşdirib, haqqı qəbul etməyə uyğun edib. Bu qədər nemətlərin qarşılığında səni öz Rəbbini danmağa, öz Rəbbinə qarşı çıxmağa, haqqı yalan saymağa məcbur edən nədir axı? Axı sən yox idin, Allah səni yoxdan var edib. Allah sənə elçilər göndərib, sənə dəyər verib. Səni başıboş buraxmayıb. Sənə kitablar göndərib, peyğəmbərlər göndərib. Sənin bilmədiklərini sənə xəbər verib, öyrədib. Bununla yanaşı sən yenə də öz Rəbbinə qarşı çıxırsan, yalanlayırsan. Niyə axı? Bax, bunu Allah Azze və Celle insana bir qınaq olaraq soruşur. Nədir səni yalan saymağa məcbur edən? Baxın, sonra 8-ci ayədə Allah Azze və Celle necə əzəmətli bir kəlmə buyurur. Əleyhissallahu bi əhkəmil hakimin. Məgər Allah hakimlərin hakimi deyilmi? Hakimlərin hakimi deyilmi? Ən hikmətlisi deyilmi? Ən qüdrətlisi deyilmi? Məgər bu hakimlərin hakimi, bu hikmətlilərin hikmətlisi aləmləri yaradıb, insanları yaradıb, məxluqatı başıboş mu bıraxıb? Buradakı bu sual bəyan edici bir sualdır. Allah Azze və Celle bununla bəyan edir ki, Allah hikmətlilərin ən hikmətlisidir, hakimlərin hakimidir.
Belə olan halda onun hikmətinə yaraşarmı ki, yaratdığı məxluqatı başıboş buraxsın? Etdikləri yaxşı əməllərə görə onları mükafatlandırmasın? Etdikləri günahlara görə onları cəzalandırmasın? Heç hakimlərin hakimi, ondan üstün hakim olmayan Allaha yaraşarmı bu? Əlbəttə ki, Allah hakimlərin hakimidir. Ən üstünüdür, ən qüdrətlisidir. Hər bir şeyə gücü çatandır. Və Allah heç bir işi qarşılıqsız qoymayacaq. Zərrə qədər yaxşılıq edənin mükafatını verəcək. Zərrə qədər pislik edən də öz cəzasını çəkəcək. Və bu ayələrdən də bir çox faydalar çıxır. Onlardan biri odur ki, Allah insana dəyər verib. Allah insana yaratmamışdan qabaq dəyər verib, ona ən gözəl bir şəkildə yaradıb, ən gözəl bir biçim verib ona, surətini gözəlləşdirib, onu doğru yola yönətmək üçün kitablar indirib, peyğəmbərlər göndərib və ona xəbər verib ki, insana bildirib ki, yəni sənin Allah qatında əslində dəyərin böyükdür, Allah sənə dəyər verir. Ey insan, sən Allah qatında Allahın yaratdığı məxluqlarla müqayisədə yoxluq dərəcəsindəsən. Müqayisə oluna bilməzsən, amma bununla yanaşı Allah Azze və Cəllə sənə dəyər verir. Sənə xitab edir, sənə risalət göndərir, sənə əmirlər, qadağanlar, xəbərlər göndərir. Bu insanı Allaha qarşı gəlməkdən çəkindirməlidir. İnsanı Allaha itaətə yönətməlidir. Və həmçinin Allah Azze və Cəllə insanın sadəcə o bədənini gözəlləşdirməyib. Allah Azze və Cəllə insanın mənəviyyatını da gözəlləşdirib. Ruhunu gözəlləşdirib, fitrətini gözəl bir şəkildə yaradıb. Gözəl bir şəkildə yaradıb, haqqı qəbul etməyə uyğun bir şəkildə yaradıb. İnsan özü yəni yaramaz əməllərinə görə, özü öz fitrətinə zid əməllər etdiyinə görə Allahdan uzaqlaşır və nəticədə cəzanı haqq edir. Allah Azze və Cəllə ədalətlidir. Allah Azze və Cəllə heç kəsə zülm edən deyil. İnsan özü özünə zülm edir. Özü özünə o əziyyət qapılarını, o cəza qapılarını özü özünə açır. Özü özünə zülm edir. Və ona görə də müsəlman olan bir şəxs dinini və əxlaqını gözəlləşdirməlidir, yüksəltməlidir. O Allahın yaratdığı fitrət üzərə gözəl bir şəkildə saxlayıb, qoruyub saxlamalıdır. Çünki Allah Azze və Cəllə onsa səni həm xilqətivi, həm fitrətivi gözəl bir şəkildə yaradıb. Sən onu qoruyub saxlamalısan. Sən o fitrətə uyğun əməl etməlisən, fitrətivə zid əməl etməməlisən. Allaha şərik qoşmamalısan. Günah işlər görməməlisən. Allahdan üz çevirməməlisən. Əksinə Allaha yönəlməlisən. Allaha heç bir şey şərik qoşmamalısan. Yalnız ona dua etməlisən. Yalnız ona ibadət etməlisən. İnsanlarla gözəl bir şəkildə davranmalısan və s. Hətta heyvanlarla belə gözəl davranmalısan. İnsan fitrətindən azmalı deyil. Əgər insan fitrətindən azarsa, hətta heyvanlardan belə aşağı dərəcəyə düşər. Allah qorusun və nəticədə özünü Allahın cəzası ilə üzbəüz qoymuş olar və cəzanı haqq etmiş olar. Və bugün götürəcəklərimiz bu qədər. Uca Allahdan diləyirəm ki, bizlərə eşidib faydalanlardan etsin. Allah Azze və Cəllə bizləri haqq üzərə sabit etsin. Allah Azze və Cəllə bizləri Quranı anlayıb, ona əməl edən, ona dəvət edən qullarından etsin. Allahumma amin. Və subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfirükə və tubu ileyk. Esselamu aleykum və rəhmətullahi və barakatuhu.